Ağcabədi rayon Hindar qəsəbəsinin sakini, dünyasını dəyişmiş Qazi Məmmədov İlqar sahibi oğlunun ailəsinə illər boyunca evlərinə işıq sistemi çəkilmir. Dövlət tərəfindən Ümid Yeri Aksiyası TV1 redaksiyasına bilib bizə müraciət olundu. Aksiyası TV1-in direktoru İlham Müzəffəroğlu vətəndaşın şikayətini etiraz aldı. Ümid edirik ki, Ağcabədi rayon Hindar qəsəbəsinin işıq idarəsinin rəisi ailənin müraciətinə diqqət göstərəcək. Səsləndirdi İbrahimova Əfsanə, aldı İlham Müzəffəroğlu. Hörmətli qazimiz Məmmədov İlqar sahibi oğlunun evidir bu. Neçə sotdur? Hardasa bir 6 sot olar. Hə, 6 sot olar. Neçə otaqdır? 3 otaq. Kuxnası yadır belə. Hamısı bir yerdə 3 otaqdır. Hə. Kabelləşmə də oradan gəlir, orada dayanır. Hə, kabelləşmə də demək olar ki, buradan gedir. Dəyərli izləyicilərimiz, kabelləşmə də buradan gedir. Buradan oraya bir dənə çəkmək lazımdır ki, işığı bu xanım da öz evində rahat yaşaya bilsin. İşıqsız, yatsız burada neçələr yaşamaq olur. Özün evi də görürsünüz də, köhnədən tikilmiş evdir. O sayğac da o vaxtdan vurulubdur. İndi onu pasif kim eləyibsə, yəni o insanlıqdan kənar adamdır. Evdə adam olmuyor. Orada zəhmət çəkib sayğac qoyubdur da. Niyə onu pasif yazırsan? Biraz ləyaqətdən kənar adamdır kimdirsə, onun böyründə elə adamlar var ki, Rusiyada yaşayır. 10 illərlə gəlmir evinə. Tək adamdır. Başsız qadındır. Bunun işığı niyə kəsirsən? Yəni, dəyərli izləyicilərimiz, Şalban odu, kabelləşmə gedir. Rəhbərlik də yaqın nəzərə alıb, bunun işığını çəkəcəkdir, inşallah.